Salam əziz şagirdlər, güvənin trigonometriyası ilə 1-dən 100-ə kimi paylaşmışdım. İndi isə 100-dən digər davamını paylaşmaq istəyirəm və eyni zamanda sizləri əlyazma PDF-lərimlə də tanış etmək istəyirəm uşaqlar. Yəni keçən videoda da demişəm. Məsələn, hər mövzuya uyğun bax belə əlyazma PDF-lər var. Yəni sadə dildə yazmışam. Kitab dilindən çox vaxt şagirdlər gileylənir. Eyni zamanda hər qaydaya uyğun da bax belə nümunələr qeyd etmişəm. Yəni hər mövzunun istədiyiniz mövzu varsa WhatsApp nömrəsinə yazıb əldə eləyə bilərsiniz. Biz isə davam edək 101 ilə. Deyir ki, sinus 13 A-dır, kosinus 13 də B-dir. Və məndən biraz bunu belə çəkim. Və mənə deyir ki, kosinus 13 vur sinus 193. Uşaqlar, sinus 193-ü mən sinus 180 plus 13 kimi yaza bilərəm. Bəli, və 180 olduğuna görə adı dəyişmir, sinus 13 olur. Lakin 193 3-cü rübün bucağıdır deyə sinus da 3-cü rübdə mənfidir. O yüzden burada mənfi olacaq. İndi baxaq nə baş verdi. Bax, bu ifadə döndü oldu kosinus 13, özdə qarşı mənfini qarşıya verək və vur sinus 13. Üstə gəl. Burada da sinus 154 var. Gəlin onu da 180 ilə əlaqələndirsək, 180 çıxılsın 26 dərəcə deməkdir də bu. Və uşaqlar, bu ikilinin qarşısında əgər 2 olarsa, biz bu üçlünü düstura bağlaya bilirdik. Lakin 2 yoxdur. O 2-ni yaratmaq üçün biz bunu həm 2-yə vururuq, həm 2-yə bölürük. Onda bu 2, kosinus 13, sinus 13 birlikdə mənə verirmi? Deməli, qarşıda mənfini yazaq. Bu aşağıdakı 2-yə görə 2-də 1 yazaq. Və o üçlünü sinus 26 kimi bağlayaq. Deməli, sinus olur və içindəki bucağı 2-yə vururduq da. Sonra burada sinus, deməli, 180 olduğuna görə adı dəyişmir. Elə sinus 26 olur, lakin burada üstəgəl var. Deməli, üstəgəl 3 sinus 26. İndi burada biraz bunu sadələşdirsək, mənfi 2-də 1, 1-də 3. Eləyirmi 2,5 sinus 26. Bəli. Mənə sinus 13 ilə kosinus 13-ü ayrıca verib. Ona görə də mən sinus 26-nı 2 vur 13 kimi açsam, nə əmələ gəlir? Elə bir sinus 2 alfanı açıram da. 2 keçir qarşıya. Onda olur 2,5 vur 2. Və bir dəfə sinus yazılır, bir dəfə kosinus. Bu bucaq da yarı bölünürdü. Sinus 13, kosinus 13. Yəni sinus 2 alfanın açılışıdır da. Bu bucağı 2-yə bölürsən, həmən 2-ni də qarşıda yazırsan və salam. Onda bu eləyir 5, bu heç. Bax, sinus 13-ü mənə şərtdə A verib, kosinus 13-ü də şərtdə B verib. Onda olurmu 5AB? Bəli. Deməli, cavabımız oldu Y variantı. Sonra davam eləyək 102 ilə. Bizə sinus 8-i A verib, kosinus 8-i B verib, kosinus 74-ü deyir ifadə elə. Mən kosinus 74-ü kosinus 90 çıx 16 kimi yaza bilərəm. 90 olduğuna görə adını dəyişir sinus 16, yəni 90-ı itiririk. Sinus 16-nı da uşaqlar 2 vur 8 kimi yazanda 2 alfa kimi açsam, bu 2 qarşıya gəlir axı. İçəridə qalır bir dəfə sinus 8, bir dəfə kosinus 8. Sinus 8-i mənə A verib, kosinus 8-i mənə B verib. Oldu 2AB D variantı. 103-ə baxırıq. Sinus 18-i P verib. Sinus kvadratı 24 çıx sinus kvadratı 6 ifadəsini deyir. P ilə ifadə edin. Gəlin belə bir şey eləyək. Sinus kvadratı çıx o birisi sinus kvadratını mən belə yaza bilərəmmi? Sinus 24 çıx sinus 6. Bir dəfə də sinus 24 üstə gəl sinus 6 kimi yaza bilərəm. Sonra gəlin belə bir düsturu yadımıza salaq.
Sinus alfa üstə gəl sinus beta düsturunu yadımıza salaq uşaqlar. Bu bizə verir 2. Bir dəfə sinus, deməli bu bucaqların fərqinin yarısı. Bir dəfə də kosinus bu bucaqların, daha doğrusu cəminin yarısı, bir dəfə də fərqinin yarısı. Bir də bunların fərqi var. Burada da yenə qabaqda 2 sinus, bu dəfə fərqinin yarısı birincidir, yəni sinusundur. Kosinusda isə cəminin yarısıdır. Bax, indi bunu biz burada gəlin tətbiq edək. Bax, bunun üçün tətbiq eləsək, olur 2, bir dəfə sinus, özdə çıxmadırsa mən də burada yazacağım 24 çıx 6 bölü 2. Kosinus üçün isə yazacağım 24 plus 6 bölü 2. Vurulsun. Bir də bunun üçün yazıram. Bu da onun üstə gəlməsidir. Yenə qabaqda 2, yenə sinus. Üstə gəlmədir deyən mən də burada üstə gəlmə yazıram. Kosinus üçün isə çıxmasını yazıram. Gəlin görək nə alınır. Deməli 2. Burada alınır sinus, deməli sinus 9. Burada isə alınır kosinus 15. Vurulsun 2. Burada alınır sinus 15. Kosinus 9. İndi biz burada qruplaşdıracağıq. 3 dənə qruplaşdıracağıq. Hansıları qruplaşdırıram? Bax. Bu 2, bu sinus, bir də bu kosinus. Bunları seçirəm qırağa. Olur 2 vuraq. Olur 2 vuraq. Sinus 9, kosinus 9. O birisiləri də, yəni bu 2, bu kosinus 15, bu da sinus 15. Bunları da ayrıca qruplaşdırıram. 2, sinus 15, kosinus 15. Və burada nə baş verir? Bu üçlüyü, uşaqlar, siz sinus yazıb içindəki dərəcəni 2-yə vururduq axı, olurdu sinus 18. Burada da həmçinin sinus yazırdıq, bu 2-ni içəriyə vururduq. Olurdu sinus 30. Aha, sinus 30-un qiymətini bilirəm. 2-də 1. Sinus 18-i də mənə şərtdə verib də, bax, verib. P verib də onun əvəzinə. Deməli, oldu nə uşaqlar? 2-də 1 P. B variantı. Belə. Sonra 104-ə baxaq uşaqlar. Bu arada maksimum bəyənmə etdiyiniz zəhmət olmasa, baxış sayı çox olur, amma bəyənmə sayı nədənsə az olur. Çox təəssüf ki, əlbəttə ki. Yəni, videodan faydalanan hər kəs həqiqətən də faydalanırsa, amma bəyənmirsə, bu həqiqətən biraz haqsızlıqdır. Amma faydalanmır, nə də bəyənmir, ona bir sözümüz yoxdur. Çünki buna faydalı olmadı da. 104-də nə deyir uşaqlar? Kosinus x, kosinus 10, sinus. İkisini də kosinus, ikisini də sinus gördüyümüz hansı düsturdaydı? Kosinusdaydı. İçəridə nə yazırdıq? Burada üstə gəlsə, içəridə çıxmasını yazırdıq. Yəni, x çıx 10 yazırdıq. Bərabərdir 0,5. İndi bizə deyir ki, x-in ən kiçik müsbət qiyməti neçə olar? Yəni, bu 0,5 2-də 1 deməkdir. Yəni, kosinus 2-də 1-i neçə dərəcədə alır? Kosinus 60-da almır uşaqlar. Deməli, bunun da 60 olması üçün onda, yəni, bu ifadə 60-a bərabərdirsə, x 70-dir də onda. 70 çıxın 60 eləyib də. 105-ə baxaq. Sinus 15 üstə gəl, kosinus 15. Uşaqlar, sinus alfa üstə gəl, kosinus alfa düsturu da var. Amma bəzən uşaqlar deyir ki, biz onu əzbərləməyə də çətinlik çəkirik. Mən sizə belə bir yolda deyim. Sinus 15, kosinus 15-i sinusla əvəz eləsək, sinus neçə dərəcə deməkdir uşaqlar? 75 dərəcə demək deyil. Bəli, çünki 90-a tamamlayırsan axı. Bundan sonra onda daha sənə rahat olar. Bunu yazarsan, bayaq necə idi sinusla sinusun cəmində? Qabaqda 2 yazırdıq. Bir dəfə sinus bunların cəminin yarısı, bir dəfə də kosinus bunların fərqinin yarısı. Deməli, bu eləyir 2 sinus 45, bu isə eləyir kosinus mənfi 30. Biz bilirik ki, kosinus cüt funksiyadır. Ona görə bu mənfi buradan müsbətə çevrilir. Və hərəsinin öz qiymətini yerinə yazaq. Kök altını 2 bölü 2, burada isə kök altını 3 bölü 2.
2'lər gedir, yuxarıda eləyir kök altında 6, aşağıda eləyir 2. Yəni A variantı. 107-yə baxaq. Hasil şəklində göstərin. Yenə bayaqki kimi sinus sinusdursa, uşaqlar, qarşıda 2, əvvəlcə sinus bunların cəminin yarısı, sonra kosinus bunların fərqinin yarısı. Bərabərdir 2 sinus, yuxarıda eləyəcək 10x bölü 2, eləyir 5x. Kosinus yuxarıda eləyəcək mənfi 4x bölü 2, amma kosinus mənfini müsbətə çevirir deyən elə 4x bölü 2 kimi götürəcək. O da eləyəcək 2x. Hansı bənddədir? A variantındadır. 108. Kosinus 70, kosinus 50. Baxın, kosinusların düsturunu gəlin yadımıza salaq. Deməli, bayaq sinusu yadımıza saldıq. İndi isə kosinusu. Kosinus alfa üstəgəl kosinus betanın hasilə çevirəndə yenə qarşıda 2 olur, sinusdakı kimi. Amma bu dəfə hər ikisi kosinus olur. Yəni, bir dəfə bunların cəminin yarısı yenə də kosinus, amma fərqinin yarısı ilə. Həmən düsturu, uşaqlar, burada tətbiq eləyək. Onda olacaq 2, bir dəfə kosinus 70 plus 50 bölü 2. Bir dəfə də kosinus 70 çıx 50 bölü 2. Bu cavabı bölürlər sinus 80-ə. İndi görək. Deməli, bu eləyir 2 kosinus 60. Bu isə eləyir kosinus, deməli, neçə eləyir bu? 10 eləyir də. Hədə 10. Ay, sağ ol. Bu bölməni belə yazıram. Bilirik də olar. Və sinus 80-i mən kosinusa çevirsəm, uşaqlar, sinus 80 kosinus 10 demək deyil. Bəli, niyə? Çünki 90-a tamamlanmaq üçün 10 dərəcə lazımdır. İndi ixtisarımıza bax, getdi. Kosinus 62-də 1-dir. Bu olur 2 vurulsun 2-də 1. Cavab da eləyir 1. Y variantı. 109. Kosinus 105 çıx kosinus mənfi 15. Əvvəla dedik ki, bu kosinusun içindəki mənfini fikirləşmədən müsbətə çevir. Hə, onda nə alındı? Kosinus 105 çıx kosinus 15 alındı. Bayaq kosinus alfa üstəgəl kosinus betanın düsturunu xatırladıq. İndi kosinus alfa çıx kosinus beta düsturunu xatırlayaq. Uşaqlar, bunun düsturu belədir. Qarşıda mənfi 2, mənfi 2 və hər ikisi sinus olur burada. Bir dəfə sinus alfa çıx beta bölü 2, bir dəfə yenə sinus prosta üstəgəl bölü 2. Bunu da gəl baxaq. Deməli, qarşıda mənfi kimi yazdım. Sinusumu yazdım. Bir dəfə 105 çıx 15 bölü 2. Yenə sinus. Bu dəfə 105 üstəgəl 15 bölü 2 ilə yazılır. Mənfi 2 sinus. Bu eləyir 45. Bu da sinus. Deməli, 60. Aha. Mənfi 2, sinus 45 kök altında 2 bölü 2'dir. Sinus 60 kök altında 3 bölü 2'dir. 2'lər getdi, mənfi kök altında 6 bölü 2 qaldı. A variantı. 100, 10'a baxırıq. 110'da sadələşdir. Neynəyəcəyik uşaqlar? Sürəti ayrıca düstur yığacağıq. Sinusların cəmi olanda nə olurdu? Qabaqda 2. Bir dəfə sinus yazırdıq bunları toplayıb yarı bölürdük. Toplayanda 12 alfa eləyir. Böləndə də 2-yə 6 alfa. Bir dəfə də burada kosinus yazıb bunları çıxıb yarı bölürdük. 5 alfadan 7 alfanı çıxanda mənfi 2 alfa eləyir. Lakin kosinusda mənfi təsir etmir deyən müsbət 2 alfa bölü 2. Yəni alfa. Aşağı düşürəm. Aşağıda kosinusların cəmidir. Bayaq elə onu yadımıza saldıq. Qabaqda 2. Kosinusların cəmində hər ikisi kosinus olur. Birinci kosinus bunların cəminin yarısı. Elədi 6 alfa. İkinci kosinusda onların fərqinin yarısı. Elədi alfa. İxtisarımızın gözəlliyi getdi. Sinus 6 alfanı kosinus 6 alfaya böləndə uşaqlar eləyir tangens 6 alfa. A variantı. 111'ə baxaq.
Deməli, yenə də burada uşaqlar. Yuxarıda düsturumuzu tətbiq eləyək. Olacaq 2. Üstə gəlmədə hər ikisi kosinus olurdu. Bir dəfə bunların cəminin yarısı. Cəmi eləyir 90, böldü 2-yə 45. Yenə kosinus, amma bu dəfə fərqin yarısı. 15-dən 75 mənfi 60, amma dediyimiz kimi kosinus mənfini yox edir. Müsbət 60 böl 2 eləyir 30. Böl kökdə 12 də burada öz yerində. 2. Kosinus 45 kök altında 2 böl 2'dir. Kosinus 30 kök altında 3 böl 2'dir. Burada da kosinus 12'miz, kosinus deyirəm, kök altında 12'miz var. 2'lər getdi, kök altında 6 edir. Kök altında 6 ilə aşağıdakı kök altında 12 gedəndə aşağıda kök altında 2 qalır. Yuxarıdakı da bu qalan 2 var ha, o aşağı düşür. Yuxarıda 1 qalır. Deməli olur 2 vur kök altında 2. İndi bunu da biraz sadələşdirək. Necə sadələşdirək? İrrasionallıqdan azad edək. Bunun üçün sürəti də məxrəci də kök altında 2'lərə vuraq uşaqlar. Aşağıda bu 2 kök altında 2'lərin hasili 2 eləyir. 2 vur 2 4. Yuxarıda da eləyir kök altında 2. Yəni C variantı. %112'yə baxaq. Kosinus 72 üstəgəl kosinus 108. Yenə də qabaqda 2, bir dəfə kosinus 72 ilə 108-in cəmi 180 böləndə 2-yə 90. Bir dəfə də yenə kosinus bunların fərqinin yarısı. Deməli böyükdən kiçik çıxaq da. Çünki dedik ki, deməli kosinuslarda mənfi müsbətə çevrilir və kosinus 90 0 olduğundan ümumiyyətlə cavabımız olacaq 0. C variantı. 113'ə baxaq. Burada nə edə bilərik uşaqlar? 1 böl tangens kvadratı 24 çıx 1 böl sinus kvadratı 24. Gəlin belə bir şey eləyək. 1 böl tangens kvadratı 24'ə dəymirəm. Amma mən belə bir düsturu qıraqda xatırlayıram ki, 1 üstə gəl. Tangens kvadratı 24 bərabərdir. Yox, daha doğrusu 1 üstə gəl. Sinusdan yazmaq istəyirəmsə, gəl bunu kotangensdən yazım da. 1 üstə gəl. Kotangens kvadratı 24 bərabərdir 1 böl sinus kvadratı 24. Dediyim kimi əl yazma PDF-lərimdə bunların hamısı var. Və deməli mən bu sinus kvadratı 24'ün yerinə yazım 1 üstə gəl. Deməli kotangens kvadratı 24 uşaqlar bərabərdir. Biz bilirik ki, tangens alfa ilə kotangens alfa bir-birinə tərs yanıblar. Yəni 1 böl tangens kvadratı 24 elə kotangens kvadratı 24 deməkdir. Çıxaq, mötərizəni açıram. Onda mötərizənin daxilində də mənfiləşir və möhtəşəm islah gedir. Cavabımız -1. B variantı. Davam edək 114 ilə. 1 böl kosinus 80. Aha, burada nə edərik? Burada uşaqlar biraz bu çətin tipli misaldır. Yəni biraz daha dərin bilgilərə malik olan şagirdlər tez bunu edə bilir. Əvvəla bunu birinci ortaq məxrəcə gətirirəm. Sonra onda bura üçün sinus 80, bura üçün kosinus 80 yazıram. Bax, sinus 80 çıx, kökdə 3, kosinus 80. Sonra nə edəcəm? Baxın, sonra nə edəcəm? Sürətdə hər birini 2'də 1'ə vururam. Və əlbəttə ki, 2'də 1'ə vursam, mən onu 2'yə də vurmalıyam ki, 2 vur 2'də 1 şəklində də, yəni yazım. Onda belə bir şey yaza bilərəm. Baxın, 2 vurulsun. 2'də 1 sinus 80. Çıx, kök altında 3 bölü 2, yəni 2'də 1'ə vuranda belə eləyəcək axı. Kosinus 80. Yəni o qabaqdakı 2'ni, mötərizənin qabağındakı 2'ni bildiniz də, niyə yazdım ki? Deməli, bu vurub açanda elə bizim əvvəlki halımız alınır. Lakin indi mən burada biraz dəyişiklik elədim ki, niyə? Baxın, 2'də 1'in yerinə mən yaza bilərəmmi? Yaza bilərəmmi? Baxın, kosinus 60. Bəli. Onda bunun da yerinə yazım sinus 60 da. Aha, indi gəl bax.
Gəl bax, nə alındı? 2 kosinus 60, sinus 80. Lab istəyirsən düstura oxşasın deyən sinus 80-i qarşıda yazıram. Onsuz da vuruqların yerini dəyişəndə hasil dəyişmir. Çıxılsın. Burada da kosinus 80-i qabaqda yazım. Sinus 60-ı ikinci yerdə yazım. Yəqin ki, çoxunuz artıq burada bu düsturun olduğunu gördünüz. Aşağıda nə edirəm? Yadınızda mən belə ikilini görəndə tez bunun qarşısına 2 atıram. Onda sürətə də 2 atıram. Deməli, onda oldu sürətə 2 ataq. Aşağıda da bu 2-ni atanda bu dönür olur nə uşaqlar? Sinus 2 alfa, yəni 160 dərəcə. İndi baxaq. Yuxarıda bir sinus, bir kosinus olanda, deməli yuxarıda əvvəla 4 var. Bir sinus, bir kosinus olanda biz onların sinusun, bucaqların fərqi kimi yazırıq da. Yəni 80 çıx 60 bölü 2 yox ha. O başqa düsturdur, bu başqa düsturdur. Sadəcə 80 çıx 60. Bu eləyir 20 böl sinus 160-ı da mən 180 çıx 20 kimi yazsam, 180-ə görə adı dəyişmir, elə sinus 20-yə çevrilir. Sinus 20-lər gedir, qalır cavab 4. A variantı. 115-ə baxaq. Kosinus 5 alfa üstəgəl kosinus alfa cəmini 2. Deməli, dedik ki, qabaqda 2 olur. Bir dəfə kosinus bunların cəminin yarısı 5 alfa ilə alfanın cəmi 6 alfa eləyir. Yarısı da 3 alfa eləyir. Yenə kosinus, amma bu dəfə fərqinin yarısı. 5 alfadan alfa çıxanda 4 alfa. Yarısı da eləyir 2 alfa. Cavabımız eləyir A variantı. 116. 2 kosinus 40 çıx kosinus 20. Gəlin belə eləyək uşaqlar. 2 kosinus 40-ı yazaq. Kosinus 40 üstəgəl kosinus 40 kimi yaza bilərik də. Çıx kosinus 20. Burada da sinus 20 var. Sonra mən bu ikisini kosinus alfa çıx kosinus beta kimi hasilə çevirəcəm. Onda olacaqdı nə? Çıxmadı deyən uşaqlar, çıxmadı deyən qabaqdan mənfi 2 dayanırdı, yadınızdadırsa. Onda elə bu üstəgəli birbaşa mənfi 2 kimi yazım. Və çıxmada hər ikisi sinus olurdu, yadınızdadırsa. Bir dəfə 40 çıx 20 bölü 2 eləyir 10. Bir dəfə də yenə sinus, bu dəfə 40 üstəgəl 20 bölü 2 eləyir 30. Və böl sinus 20 də öz yerində hələ ki qalsın, bərabərdir. Sinus 30 uşaqlar 2-də 1 deməkdir və bu 2 ilə qabaqdakı 2 gedir ixtisara. Onda mənim sürətim bilirsiniz nə qalır? Kosinus 40 çıxılsın, sinus 10 qalır. Böl sinus 20. Mən bayaq dedim ki, biri sinus, biri kosinus xoşunuza gəlmirsə, bu ikinci yerdə sinusu gəlin çevirək kosinusa. 90-a tamamlanır, onda olur 80. Deməli, sinus 10 əslində kosinus 40-dır. Aha, yazaq. Deməli, nə alındı? Kosinus 40 çıx kosinus 80-i yazmaq istəyirəm axı. Qabaqda mənfi 2. Çıxmadırsa, deməli, dedik, hər ikisi sinuslarla olacaq. Bir dəfə sinus 40 çıx 80 bölü 2 eləyir mənfi 20. Yenə sinus, bu dəfə 40 üstə gəl 80 bölü 2 eləyir 60. Böl sinus 20 də burada öz yerində. Sinus tək funksiya olduğundan bu mənfini qarşıya çıxarda bilirik. Onda bu mənfilər müsbətə çevriləcək. Sinus 20-lər ixtisar gedəcək. Sinus 60-ın qiyməti uşaqlar kök altında 3 bölü 2-dir. Qarşıdakı 2 ilə bu məxrəcəki 2 ixtisar gedəndə də yekunda əlimizdə qalacaq kök altında 3. Y variantı. 117-yə baxaq. 2 sinus 2 alfa vur sinus alfa hasilini cəm şəklində göstərin. Bu bilirsiniz nə düsturudur? Sinus alfa vur sinus betanı deyir cəmə çevir. Gəlin görək necə eləyirdik. Yəni bunun düsturu xatırlayaq. Qarşıda 2-də 1 olur uşaqlar. Və burada da kosinuslar olur. Sinus vur sinusda, burada da olur kosinuslar. Bir dəfə kosinus alfa çıx beta olur. Çıxılsın. Bir dəfə də kosinus alfa üstəgəl beta olur. İndi gəlin bizim buradakına tətbiq eləyək. Deməli 2 sinus 2 alfa vur sinus alfa.
bərabərdir. 2-yi vur, qarşıda dedik 2-də 1 yazırıq. Mötərizə daxilində bir dəfə kosinus. Deməli, bu bucaqların uşaqlar fərqi çıxılsın. Bir dəfə də bu bucaqların cəmi bərabərdir. Əvvəla bu ikilər getdi. Burada eləyir kosinus alfa çıxılsın kosinus 3 alfa. A variantı. Sadəcə düstur bilgiləriniz güclü olmalıdır. Vəssalam. Başqa bir yolunuz yoxdur. Burada da 2 sinus 24 kosinus 6 çıx sinus 18. Uşaqlar, biz burada nə görürük? Biz burada hasil görürük. Bayaqki kimi hasili cəmə çevirəcəyik. Amma burada biri sinus, biri kosinusdur. Gəlin onu yadımıza salaq. Sinus alfa vur kosinus beta düsturunu cəmə çevirəndə qarşıda 2-də 1 olur. Bir dəfə deməli sinus alfa çıx beta üstə gəl. Bir dəfə də sinus alfa üstə gəl beta. Aha. İndi bunu şeyləməyim. İndi düstur bir misalımızı köçürdürəm. 2 sinus 24 kosinus 6 çıx sinus 18 bərabərdir. Bu 2 heç. Deməli bunu açanda qarşı 2-də 1 dedik yazaq. Bir dəfə sinus 24 çıx 6, yəni 18 çıxılsın. Bir dəfə də yenə sinus amma 24 üstə gəl 6. Yəni 30. Bu bizim bu hasilimizdir ha hələ. Çıxılsın, burada da sinus 18'imiz var. Misalın özündədir o heç. 2'lər getdi. Sinus 18'lər islaha getdi. Burada üstəgəl düzülür sayın. Çünki burada bax üstəgəl olacaq. Mən də burada üstəgəl yazmalıydım. Hə. Burada da olur, nə qalır əlimizdə? Sinus uşaqlar 30 qalır. Sinus 30 da neçə deməkdir? 2'də 1 deməkdir. 119. Burada da hasili deyir, cəmə çevir. Hansı düsturu xatırlayaq? Kosinus alfa vur kosinus betanı xatırlayaq. Deməli, qarşıda 2'də 1, bir dəfə kosinus alfa üstə gəl beta. Üstə gəl, bir dəfə də kosinus alfa çıx beta. Bərabər. İndi bizim düsturumuzda, bizim misalımızda daha doğrusu 2 vurulsun kosinus alfa üstə gəl beta vur kosinus alfa çıx betadır. Burada bilirsiniz nə deməkdir? Elə bir bu bir bucaqdır, bu ikinci bucaqdır. Onda 2 vur. Qarşıda dedik ki 2'də 1 olur. Bunu belə mötərizədə yazacağam ki qarışmasın. Bir dəfə kosinus deməli bax. Birinci bucaq, yəni alfa üstə gəl beta. Üstə gəl. Nə yazmışıq? İkinci bucaq. Yəni alfa çıx beta. Biraz diqqətli olaq. Üstə gəl, yenə kosinus. Deməli birinci bucaq çıxılsın, ikinci bucaq. Çıxılsın olanda artıq buradakı üstə gələ çevrilir də. Bax belə bir şey. 2'lər getdi. Betalar getdi. Qaldı kosinus 2 alfa üstə gəl. Alfalar getdi. Qaldı kosinus 2 beta. Y variantı. 120. Deməli deyir ki sinus 25 vur kosinus 5 çıx 4'də 1 aşağıdaşlar lazım. Yəni bayaqki kimi uşaqlar sinus alfa vur kosinus beta düsturu ki var idi. Elə yazacağıq. Sinus 25 vur kosinus 5 çıx 4'də 1. Biri sinus, biri kosinus olanda deməli nə dedik? Qarşıda 2'də 1. Bir dəfə sinus bunların cəmi, yəni 30. Üstə gəl. Bir dəfə də kosinus bunların daha doğrusu kosinus yox, üzülürsən. Bir dəfə də sinus, amma bu dəfə bunların fərqi, yəni 25 çıx 5 eləyir 20. Və çıxılsın 4'də 1'imiz də var. Uşaqlar, sinus 32'də 1'dir. Bu 2'də 1'i qarşıdakı 2'də 1'ə vuranda elədir 4'də 1. Üstə gəl, bu 2'də 1'i bir də buna paylayırsan axı. Eləyir 2'də 1 sinus 20. Çıxılsın 4'də 1 də var idi. Bunlar getdi, qaldı bu ifadə.
O da eləyir A variantı. Davam eləyək uşaqlar 121 ilə. Bir oradadır. Hə. 121. 8 sinus 70 çıx 2 kosinus 80 ifadəsinin qiymətini hesablayın. Əvvəla, gəlin bunu ortaq məxrəcə gətirək. Ortaq məxrəcimiz elə kosinus 80-in özü olacaq uşaqlar. Onda bura kosinus 80-ə vurulacaq. Alınacaq 8 sinus 70. Bir də kosinus 80. Düzdür? Çıxılsın 2 heç öz yerində. Biz bayaqdan bunu hasili cəmə çevirə bilirdik. Düzdür? Necə çevirirdik? Deməli 8, qarşıda 2-də 1 yazırdıq. Bir dəfə sinus 70 ilə 80-i toplayırdıq. 150, üstə gəl. Bir dəfə də yenə sinus 70 ilə 80-i çıxırdıq. Lakin çıxmada burada mənfi olduğundan, sinus da tək olduğundan mənfini saxlayacaq. Olacaq 10 dərəcə. Çıxılsın 2 də öz yerində yenə də deyirəm. Sinus 150 uşaqlar biz çevirməyə görə bilirik ki, sinus 30 deməkdir. Yəni 180-dan çıxanda. O da neçə deməkdir? 2-də 1 deməkdir. Deməli nə alınır? Əvvəla bunu ixtisar edirik 4. 4-ü də vuranda bu 2-də 1-ə. Bunu köçürdüm. Hə. 4-ü də vuranda bu 2-də 1-ə. Olacaq 2 çıxılsın. Burada 4 qalıb. Bax, bu 4-ü də vuracağıq. Sinus 10-a. Olacaq 4 sinus 10. Çıxılsın burada 2-miz var. Aşağıda da kosinus 80-imiz var. Bu ikilər bir-birini aparacaq. Sinus 10 da bilirik ki, 90-a tamamlananda kosinus 80 deməkdir. Kosinus 80-lər də gedəcək. Cavabımız eləyəcək -4. A variantı. 122-yə baxaq. Kosinus 4x çıx, sinus 4x vur, kotangens 2x. Əvvəla burada birinci ağlımıza gələn nə olsun uşaqlar? Sinus 4x-i mən 2 vur 2x kimi yazanda bunu belə aça bilərəmmi? 2 vur sinus 2x, yəni içəridəki bucağı 2-yə böldükdə. Bir də vur kosinus 2x kimi açıram. Kotangensi də kosinus böl sinus kimi açanda kosinus 2x böl sinus 2x deməkdir də bu. İndi sinus 2x-lər getdi. Nə qaldı? Kosinus 4x-i də mən 2 vur 2x kimi yazanda kosinus 2 alfa kimi açsam. Kosinus kvadratı 2x çıx sinus kvadratı 2x deyil. Bəli. Çıxılsın. Burada da 2 kosinus 2x-i kosinus 2x-ə vuranda kosinus kvadratı 2x eləyir də. Bax. Kosinus 2x-dan 2 kosinus 2x-i çıxanda mənfi kosinus 2x qalır uşaqlar. Bunu unutmayaq. Çıxılsın sinus kvadratı 2x də öz yerində. Mənfini ortaq vurub çıxartsam, içəridə qalacaq kosinus kvadratı 2x. Üstə gəl sinus kvadratı 2x. İçərisi 1 verir, cavab eləyir -1. 122 oldu A variantı. 123-ə baxaq. Sinus 20 x-dır. Deyir kosinus kvadratı 70 çıx sinus 50-ni deyir hesabla. Belə eləyək. Əvvəla kosinus kvadratı 70 biz bilirik ki 90-a tamamlandığına görə sinus kvadratı 20-dir də. Bu da mənə x verdiklərinə görə, yəni bu onsuz da x-in kvadratıdır da. Bu heç. Bu heç. Bir dənə qalır sinus 50-ni ifadə eləmək. Gəlin bunu qıraqda eləyək. Sinus 50 uşaqlar kosinus 40 deməkdir 90-a görə. Bu da 2 vur 20 olanda kosinus 2 alfa kimi açsam. Kosinus kvadratı 20 çıx sinus kvadratı 20 demək deyil. Əla. Deməli bax. Birinci kosinus 70-ə görə mən yazmışam sinus kvadratı 20. Çıxılsın. Sinus 50-nin yerinə kosinus 40 yazdım. Onun da yerinə bu ifadə yazdım. Bu ifadəni də mötərizədə yazıram da ki, aləm dəyməsin bir-birinə. Dediyim kimi, bu məndə var artıq əlimdə. Bu x kvadratı verəcək mənə. Bir dənə qalır bunu sinusla ifadə eləmək. Mən də bilirəm ki, kosinus kvadratı 20, 1 çıx, sinus kvadratı 20 deməkdir. Hə, bunun da deməli yəni yazıram. 1 çıx,
Sinus kvadratı 20. Bu da məndə yenə x kvadratıdır. Gör nə alındı. Bunun əvəzinə yazıram x kvadratı. Çıxılsın. Örtərizədə hələ saxlayıram. 1 çıxılsın. Bunun əvəzinə yazıram x kvadratı. Çıxılsın. Bunun da əvəzinə yazıram x kvadratı. Aha. Bərabərdir. Burası eləyir mənfi 2x kvadratı. Deməli, nə alınır? X kvadrat çıx 1 üstə gəl. Niyə? Qabaqdakı mənfiyə görə. 2x kvadrat. Birləşir eləyir 3 dənə x kvadratı çıx 1 A variantı. Yenə hamısı A getməyə başlayıb deyəsən. 124. Deməli, burada neyiniyək uşaqlar? Burada birinci ortaq məxrəcə gətirək. Ortaq məxrəcə gətirəndə tangens alfa vur kotangens alfa eləyir. Bunlar da bilirik ki, hasilləri 1-dir. Çünki bir-birlərinin tərsidir. Yaxşı, əla məxrəc onsuz da 1 getdi. Onda bura kot alfaya vurulacaq. Bura tan alfaya vurulacaq. Amma gəlin belə bir şey eləyək. Birinci buranı sadələşdirək qıraqda. Sonra vurarıq kotangens alfaya. Buranı sadələşdirəndə də uşaqlar, necə sadələşdirərsən? 1-in əvəzinə kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa yazarsan. Və yaxud da bunu əzbər bilənlər yazsın. Burada elə bir şey yoxdur. Çıxılsın. Kosinus 2 alfanın da yerinə kosinus kvadratı alfa çıx sinus kvadratı alfa yazırıq da. Çıxma zamanı kosinuslar bir-birini aparacaq. Bu mənfilər müsbət eləyəcək deyən sinuslar üstə gəlinmiş olacaq. Eləyəcək 2 sinus kvadratı alfa. Deməli, birinci bu sürətin yerinə 2 sinus kvadratı alfa yazıram və bunu dedik nəyə vuracağıq? Kotangens alfaya vuracağıq. Mən elə birbaşa kotangens alfanın da yerinə kosinus alfa böl sinus alfa yazıram. Davam eləyirəm. Üstə gəl. İndi bu sürəti də biraz sadələşdirim burada. Bu üstə gəlməsidir. Onda yenə 1-in yerinə kosinus kvadratı alfa üstə gəl sinus kvadratı alfa. Üstə gəl. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfadır. Burada bu dəfə sinuslar aparır. Yerdə qalır. Deməli 2 kosinus kvadratı alfa. Bunu da nəyə vuracaqdıq uşaqlar? Tangens alfaya vuracaqdıq. Tangens alfa nə idi bəs? Sinus alfa böl kosinus alfa idi. Gəlin buranı silim, yer açılsın. Da buranı bildik də. Bilməyənlər videonu geri qaytarıb baxarsınız. Məxrəc onsuz da dedik 1-dir. Məxrəci yazmayaq. Deməli, sinusla sinusu ixtisar elədik. Burada qaldı 2, amma sinusun 1-i qaldı və vur kosinus alfa. Üstə gəl. Burada kosinusları ixtisar elədik. 2 kosinusun 1-i qaldı və vur sinus alfa. Bu üçlük mənə verir sinus 2 alfanın düsturunu. Bu üçlük də mənə verir sinus 2 alfanın düsturunu. İkisi bir yerdə mənə verir 2 sinus 2 alfa. Əla. Çox təəssüf ki, sizin də cavablarda B yazılıb, B deyil uşaqlar. Y-dir, buna əmin ola bilərsiniz, narahat olmayın. Əksini sübut eləyənlər şərtdə yaza bilər ki, mən də B aldım, görək necə yazıblar. 125. 1 çıx tangens 15, 1 üstə gəl tangens 15. Uşaqlar, bu əslində dediyim kimi bəzi qayda kitablarında hazır düstur olur. Amma məsələn, düsturu əzbərləməmişəm deyənlər, məsələn mənim kimi, onda mən bunu başlayıram almağa. Necə alıram? Tangensin yerinə bilirəm sinus böl kosinusdur. Yazıram. Məxrəcdə də həmçinin. Burada nə var ki, mənim hardasa bir 30 saniyəmi alacaq da. Aha, ortaq məxrəc yuxarı kosinus 15. Burada olacaq kosinus 15 çıx sinus 15. Aşağıda kosinus 15. Burada olacaq kosinus 15. Üstə gəl. Sinus 15. Düzdür? Bərabərdir. Kosinus 15-lərlə sağollaşdıq ixtisar. Bax, kosinus 15 çıx sinus 15 böl kosinus 15 üstə gəl sinus 15. İndi fərqi və cəmi hasilə çevirə bilirəm. Bunun üçün mən bunu da kosinusla əvəz eləsəm, bu kosinus 75 deməkdir. Bu da kosinus 75 deməkdir. Kosinusların fərqində mənfi 2, bir dəfə sinus bunların fərqinin yarısı, yəni 15 çıx 75 bölü 2 eləyir mənfi 30. Bir dəfə də sinus bunların cəminin yarısı, yəni eləyir 45. Aşağı düşürük.
2, yəni bunları bayaqdan çox yazmışıq da. Kosinusdan kosinusun cəmində 2, kosinus, bir dəfə bunların fərqinin yarısı. Kosinus cüt olduğundan mənfini müsbətə çevirib yazıram. Yenə kosinus, bu dəfə bunların cəminin yarısı, yəni 45, düzdür? İndi baxaq. Deyəm bir dəqiqə. Deməli, burada fərqinin, onun fərqi yoxdur. Aha, deməli, bax, sinus 30 və buradakı mənfi ilə buradakı mənfi birinci müsbətə getdi. Sinus 30 eləyir 2-də 1. Bu 2-də 1 ilə 2 getdi, cavabı 1-ə. Sinus 45 ilə kosinus 45 bilirik bir-birinə bərabər cavablar alır. Onlar da getdilər ixtisar. Kosinus 30 kök altında 3 bölü 2-dir. Bu 2 ilə 2 ixtisar gedir. Deməli, yerdə qalır uşaqlar. 1 böl kök altında 3. O da irrasionallıqdan azad olunanda kök altında 3 böl 3-dür. Vəssalam. Bunu isə əzbər bilmək istəyirsinizsə, bunun cavabı tangens 2 alfa verir. Yəni, tangens 2 alfanın düsturudur. Tangens 30 dərəcə. Yəni, əzbər yadınıza saxlaya bilirsinizsə, saxlaya bilməyənlər düsturu belə ala da bilər. Bu bir növ tangens 2 alfanın bu ifadəyə bərabər olmasının eyniliyinin isbatı idi həm də. 126-ya baxaq. Tangens pi bölü 4 üstəgəl x, 1 çıx tangens 2x, çıxılsın 2 tangens x ifadəsini deyir, sadələşdirin. Uşaqlar, gəlin biz bunu açaq. Yadımıza salaq. Tangens alfa üstəgəl beta düsturunu. Necə idi? Tangens alfa üstəgəl tangens beta 1 çıx tangens alfa vur tangens beta idi. İndi bunu buna görə açanda yuxarıda tangens pi bölü 4, pi bölü 4 45 dərəcə deməkdir də. Üstəgəl tangens x, aşağıda 1 çıx tangens 45 vur tangens x. Bunu açdıq. Vurulsun. Burada 1 çıx tangens kvadratı x var və çıxılsın 2 tangens x var. Baxın uşaqlar. Bu eləyir 1. Üstəgəl tangens x. Aşağı düşdüm. 1 çıx. Deməli, bu eləyir 1. Deməli, 1 çıx tangens x deməkdir. Vurulsun. Bunu müxtəsərlə açanda bir dəfə 1 çıx tangens x. Bir dəfə də 1 üstəgəl tangens x eləmir. Bəli. Çıxılsın 2 tangens x. İxtisarımızın gözəlliyi getdi. Deməli, 1 üstəgəl tangens x, 1 üstəgəl tangens x alındı. Bunu da 1 üstəgəl tangens x-in kvadratı yaza bilərik. Çıxılsın 2 tan x bərabərdir. Açaq. 1 üstəgəl 2 tangens x üstəgəl tangens kvadratı x çıxılsın 2 tangens x. 2 tangens x-lar bir-birini islaha apardı. 1 üstəgəl tangens x də bizim düsturumuza görə 1 böl kosinus kvadratı x deməkdir. D variantı. Möhtəşəm sual. 127-yə baxaq uşaqlar. Yenə sizlər uşaqlar, mənim qayda PDF-lərimlə tanış eləmək istəyirəm. Dediyim kimi, hər mövzuya uyğun PDF-lərimiz var. Məsələn, bu mövzudur deyənlə bu mövzunu tez-tez nümayiş etdirirəm. Baxın, görürsünüz, əl yazma şəkildə, elə bir özünüz konspekt tutmuş şəkildə var və əsas da odur ki, hər qaydaya uyğun bol-bol nümunələr var, görürsünüz, bax, bu şəkildə. Nömrə ilə əlaqə saxlayıb. Deməli, uşaqlar, bu 127-də nə edəcəyik? Bax, bu alfanı ki tapanda nə edəcəm? Bax, bütöv bu BAC-dən, BAC-dən, düzdür, içindəkini sileyim. Bax, BAC-dən. Buna deyirəm bir, tutaq ki, beta. Çıxıram, baba, buradakını. Yerdə qalmır alfa, qalır. Buna bir x deyək. Deməli, bax, bu alfanı tapanda yazıram bura. Bu beta burada deyil də, beta bütövüdür. Bax, bütövüdür beta. Bütövündən bunu çıxıram elə bil. Bildiniz necə? Yazıram beta çıx x kimi. Bu alfanı tapanda beta çıx x kimi. Və yaxud da bunu çaşdıracaqsınızsa, gəlin belə eləyək. Bax, bucaq BAC-ni, yəni bu bucağı bir beta deyirəm. Bucaq BAY-ni də x deyirəm.
Və doğrudan da bu alfanı tapanda bütöv bu bucaqdan bu bucağı çıxanda alfa qalır. Əla. Onda mənə də bu bucağın tangensini istəyirsə, mən tangens alfanı tapanda hər tərəfi tangens deyərəm. Onda burada da tangens beta çıx x olur. Bu düsturu açanda belə deyildi. Tangens beta çıx tangens x böl 1 üstə gəl tangens beta vur tangens x deyil. Bəli. Deməli, mən gedim şəkildən ayrıca tangens beta-nı tapım. Bax, tangens beta bütövüdür. Bu bucağın tangensini tapanda, bax, bu üç bucaqdan tapacağım. Qırmızıya baxın. Bunun qarşı kateti 7-dir. Deməli, bax, 7-dir. Bölünsün. Bitişik kateti də 3-dür. Deməli, bunun cavabı elədir 3-də 7. Çıxılsın. Tangens x-a baxıram indi. Bax, tangens x-a baxıram. Yəni, indi bura baxıram. Bunun qarşı kateti 3-dür. Bitişik kateti də 3-dür. Mənim sürətim hazır. Düşürəm aşağı. 1 üstə gəl. Bir də bunların hasili var. Üstə 3-ə 1 yazdım. Yuxarısı eləyir uşaqlar 3-də 4. Aşağısı eləyir 3-də 10. İxtisar gedəndən sonra qalır 10-da 4. O da eləyir nə? 5-də 2. 128-ə baxaq. Sinus kvadratı pi bölü 8 üstə gəl kosinus kvadratı 3 pi bölü 8 bərabərdir x bölü kök altına 2 olarsa x-i tapın. Uşaqlar 3 pi bölü 8-in yerinə bax, bir dəqiqə 3 pi bölü 8-in yerinə mən yaza bilərəmmi? Pi bölü 2 çıx pi bölü 8 kimi. Bəli, düzdür. Deməli, kosinus kvadratı 3 pi bölü 2, 3 pi bölü 8 əslində kosinus kvadratı pi bölü 2 çıx pi bölü 8 kimi yazıla bilərsə, pi bölü 2-yə görə bu adını dəyişir. Daha doğrusu adını dəyişmək istəmirdim. Əslində bir dəqiqə. Pi bölü 2 ilə yazmayayım bəlkə. Pi ilə yazsam nə olur? Pi ilə yazsam olmur, hə? Neyək onda? Bir dəqiqə. Yox, adını dəyişmək istəmirəm əslində. Ya da olsun, niyə olmasın ki? Bir dəqiqə. Kosinus kvadratı 3 pi bölü 8-i deməli nə aldıq? Adını dəyişəndə pi bölü 2-yə görə adı dəyişir. Sinus kvadratı pi bölü 8 aldıq. Davam eləyək. Sinus kvadratı pi bölü 8 üstə gəl. Burada da sinus kvadratı pi bölü 8. Düzdür? Bu eləyir 2 uşaqlar. Sinus kvadratı pi bölü 8. Pi bölü 8-də bunu pi bölü 8-də necə yazmaq olar? Baxın uşaqlar. Dediyimiz kimi 2 qat bucağın düsturuna görə baxın, kosinus 2 alfanı mən kosinus kvadratı alfa çıx sinus kvadratı alfa yaza bilirəmsə, mən bunu sinusla ifadə eləmək istəyəndə kosinus kvadratının yerinə 1 çıx uşaqlar sinus kvadratı alfa yazıram. Burada da çıx sinus kvadratı alfa. Deməli, kosinus 2 alfa 1 çıx 2 sinus kvadratı alfa deməkdir. Onda 2 sinus kvadratı alfanı tapanda da uşaqlar 2 sinus kvadratı alfanı tapanda 1 çıx kosinus 2 alfa yazmırıq. Bəli. Onda mən bunu yazanda bərabərdir. 1 çıx kosinus 2 alfa. Yəni bu alfanın 2 qatı. O da eləyir pi böl 4. Aşağını silim ki yer ayrılsın. Aha. Və 1 çıx kök altına 2 böl 2. Düzdür? Bərabərdir. Mənə nə veriblər? Mənə veriblər x böl kök altında 2. Bu kök altında 2-ni çarpaz bura vuraq. X-i tapmaq üçün. Onda x bərabərdir. 1 çıx. Bu kök altında 2 böl 2-ni uşaqlar biz 1 böl kök altında 2 kimi yaza bilirik də həmişə ümumiyyətlə. Vurulsun kök altında 2. Dediyimiz kimi buna çarpaz vururuq. Paylama qanunundan istifadə eləsək. Bunu vuracam, bu eləyəcək kök altında 2 çıxılsın. Bunu vuranda da ixtisar gedəcək. Qalacaq 1. Yəni cavabımız B variantı. Burada sadəcə yerini dəyişiblər. Bunu qabaqda yazıblar, bunu ikinci yerdə yazıblar. O sizi çaşdırmasın uşaqlar. arklar. Deməli uşaqlar, bu ən sadələridir. Buradan qorxmayın.
Arc-sinus kökaltının 2 bölü 2 var ha. Bax, normalda sinus, sinus kökaltının 2 bölü 2-ni neçə dərəcədə alır? 45-də almır. Vəssalam da, deməli, arc-sinus kökaltının 2 bölü 2 elə 45 dərəcəymiş də. Onda bura baxaraq, normalda, burada kosinusdur da, normalda kosinus kökaltının 3 bölü 2-ni neçədə alır ki? 30-da. Vəssalam da, deməli, arc kosinus kökaltının 3 bölü 2 30 dərəcədir. Onda mənim misalım 45 üstə gəl 30. 75 dərəcəyə dönmədi. Döndü də. Vəssalam da. D variantı. 130. Hesablayın. Yenə də kosinus 2-də 1-i görürəm. Neçə dərəcədir uşaqlar? 60. Bəli. Sinus 1-i görürəm. Neçə dərəcədir? 90. Bəli. O da elədi nə? 150. 150 dərəcə radiana çevriləndə yadında 1-dən 100-ə qədər part 1-də uşaqlar trigonometrik funksiyalarda birinci videoya baxın. Orada bucağın radiana çevrilməsindən bol-bol işləmişəm. Necə çeviririk? 150-ni vururuq pi böl 180-ə də. Sıfırları aparaq, bunları da 3-ə aparaq. Burada qalacaq deməli 5 pi böl 6. Y variantı. %131-ə baxaq. Hə, burada da deməli arc-sinus mənfi 2-də 1. Burada uşaqlar bir şeyi diqqət eləyin. Bir şeyi diqqət eləyin. Arc-sinus, arc-kosinuslarda nə fərq var? Arc-sinus tək funksiya olduğundan bilirik ki, mənfi qarşıya çıxa bilir. Və dedik ki, 2-də 1-i sinus özü neçədə alır? 30-da, düzdür? Yəni pi böl 6-dır da 30. Onda bunun cavabı olur mənfi pi böl 6. Bu 1. Lakin kosinuslarda bu mənfi qabağa çıxmır. Bax, onu yadınızda saxlayın. Bura bir dənə ulduz qoyuram. Bəs necə olur bu? Normalda bunu alır pi böl 4-də. Lakin mənfi olanda, deməli, bax, qoyuram üstə gəl. Mənfi olanda yazırıq pi çıx pi böl 4. Bax, onu yadınızda saxlayın. Bir arc kosinus da olur. Bir arc kotangens də olur. Onu yadınızda saxlayın. Üstə gəl. Arc tangens 1-i də alır pi böl 4-də. İndi gəl baxaq. Bax, bunu hesablaya da bilərəm. Heç hesablamayacağım. Niyə? Çünki mənfi pi böl 4 ilə pi böl 4 bir-birini aparacaq. Yerdə nə qalacaq? Mənfi pi böl 6 üstə gəl pi. Yəni bu o demək deyilmi? Pi çıx pi böl 6. O deyilir 5 pi böl 6. Yəni A variantı. 132-yə baxaq. İçəridən başlayıram. Bax, arc kosinus kökaltının 3 bölü 2-ni neçədə alır uşaqlar? Pi böl 6-da. Yəni 30 dərəcədə də, düzdür? Bəs tangens pi böl 6 nə demək? Deməli, indi bu da sənə istəyir ki, tangens pi böl 6-nı hesabla da. Yəni, tangens 30-u hesabla. O da kökaltında 3 böl 3-dür. Yəni, C variantıdır. 133-ə baxırıq. Hə, bu kimi misallarda neynəyəsən? Deyəsən, ay müəllim, yaxşı, bəs 5-də 4-ü mən bilmirəm, axardan alır. Yaxşı, onda belə suallarda yazıram keç 3 bucaq qaydasına. Ya da konkret düstur var da kök altında 1 çıx x kvadrat. Ya da istəyirsən onunla hesabla. Bax, birinci üsul, düstur üsulu. Kök altında 1 çıx x kvadrat. X dediyimiz həmən bu 5-də 4-ü nəzərdə tuturam. Olur 1 çıx 25-də 16, eləyir kök altında 25-də 9, o da eləyir 5-də 3. Bu ən asandır, ən gözəli. Amma düstur yadımdan çıxıb müəllim, mən neyniyim? İkinci üsula əl at. İkinci üsul nədir? Üç bucaq qaydası. Bax, içəridə olan arc-sinus 5-də 4-ü, arc-sinus 5-də 4-ü bərabər elə hər hansı bir alfaya. Alfadır da, düzdür? Bucaqdır. Onda sinus alfa özü 5-də 4 olur. Bax, elə bir sinus alfa özü 5-də 4 olur. Bunu da üç bucaq qaydasına görə qursan, alfa buradadırsa, qarşı katet böl hipotenuzu yerləşdirsən, digər katet 3 olmur, olur. Sonra səndən nə istəyir? Kosinus istəyir. Yəni, sən də bunu alfa işarə eləmişsən axı. Bir növ səndən kosinus alfanı istəmiş olur. O da bitişik katet böl 5 deyil. Bəli, vəssalam da A variantı. Baxın, 134-ü də uşaqlar yenə düstur üsulundan istifadə edərək, bir də üçbucaq qaydasından istifadə edirik. İki üsulla
Sizə deyim, hansına istəsəz siz artıq özünüz qərar verin. Bax, düstur üsulu kod arc sinus x-lar üçün bərabərdir. Düsturumuz necə olur? 1 çıx x kvadratı böl x. Burada bəs bizim x-imiz nədir? Bizim x-imiz 4-də 3 sayılır. Yerinə qoyuruq, hesablayırıq. Yəni 4-də 3, 1 çıx 16-da 9, düzdür? Yenə 4-də 3, yuxarıda eləyir 16-da 7 uşaqlar kökün altında. O da eləyir kök altında 7 böl 4 və buradan da bizim 4'lərimiz ixtisar gedəndən sonra qalır kök altına 7 böl. Deyirsiniz ki, ay müəllim, bu düstur mənim yadımda qalmır. Başqa üsuldur. Onda ikinci üsula baş vur. İkinci üsul üçbucaq qaydasıdır. Niyə edəcəksən uşaqlar? Arc sinus 4'də 3'ə bir dənə alfa deyirsən. Onda sinus alfa nə olmuş olur? Bax, sinus alfa olmuş olur 4'də 3. Bunu üçbucaqda qeyd edirsən. Alfa tutaq ki, buradadırsa, sinusda bilirik axı, qarşı katet böl hipotenuz. 3 böl 4. Və Pifagora görə, Pifagor teoreminə görə digər kateti tapsan, uşaqlar, kök altında 7 eləmir? Bəli. Misalımıza qayıtsaq, bunu alfa işarə eləmisənsə, deməli, kotangens alfanı istəyir də səndən. Bəs kotangens alfa üçbucaq qaydasında, üçbucağa görə, trigonometrik nisbətlərə görə necə idi? Bitişik katet böl qarşı katet. Yəni, ya istəyirsən düsturla həll elə, ya istəyirsən üçbucaqda trigonometrik nisbətlərdən istifadə elə. Eyni cavaba zaten gəlib çıxacaqsan. Gedək 135'i yazaq. 135'də də uşaqlar, yenə də arc sinus 3'də 1'i, bax, arc sinus 3'də 1'i bir alfa deyirsən, düzdür? Burada onda sinus alfa nə olmuş olur? 3'də 1. Yəni, bununla bunun yerini dəyişdə bir sözlə. Bunu üçbucaqda quraq. Bunu üçbucaqda quraq. Qarşı katet, bura alfadırsa, qarşı katet 1, hipotenuz 3. Onda bura olur 2 kökdə 2. Pifagora görə. Məndən də burada 2'dir ha qarşıda. Onda belə çıxır ki, buranı da alfa demişəmsə. Məndən də kosinus 2 alfanı istəyir. Kosinus 2 alfanın düsturunu açsam, kosinus kvadratı alfa çıx sinus kvadratı alfa deməkdir. Hər birini üçbucaqdan tapıram. Kosinus alfaya görə bitişik katet böl hipotenuz, amma bunun kvadratıdır. Çıxılsın. Sinusa görə, üzülü say. Sinusa görə, sinus zaten 3'də 1'dir, bayaq verilmişdi, amma kvadratı da oldu nə? 9'da 1. Bu eləyir 9'da 8, çıx 9'da 1, eləyir 9'da 7 B variantı. 136'ya baxaq. Deməli, burada da, bu daha rahatdır. Çünki arc sinus 2'də 1'i bilirəm. Pi böl 6'dır. Deməli, məndən nə qaldı? Tangens pi böl 6'nı istəyirmiş. O da uşaqlar kök altında 3 böl 3'dür. Buna da irrasionallıqdan azad olunmamış variantını yazıblar. O da B variantındadır. 137'yə baxaq. Burada da birinci, deməli, arc kosinusa bir dənə alfa deyək. Onda arc, deməli, bax, kosinus mənfi 3'də 1'ə bir alfa desən, kosinus alfa, uşaqlar, mənfi 3'də 1'dir. Kosinus alfa mənfi 3'də 1'dir. Deməli, bu ya 2 ya 3-cü rübün bucağıdır. İndi üçbucaq qaydası ilə qursaq, alfa buradadırsa, deməli 1 buradadır, 3 buradadır. Bura olur 2 kök altında 2. Və sinus alfa nəyə bərabər olmuş olur? Sinus alfa onda olmuş olur 2 kök altında 2 böl 3. Çünki qarşı katet böl hipotenuz. O da B-dədir. Deməli, bu deyərsiniz mənimə ya 2-dir ya 3-dür, hansıdır? Biz bilirik ki, arc kosinuslarda necə dedik yazırıq? Pi-dən çıxırıq. Pi-dən də çıxanda neçənci rübdür? 2-ci rübdür. Ona görə olur sinus müsbət. 138'ə baxaq.
Tangens arcsinus -5/4. Yenə uşaqlar, deməli buranı bir alfa desək, onda sinus alfa nəyə bərabər olur? -5/4-ə bərabər olur. Üçbucağa görə qursam, deməli üçbucağa görə qursam, 4 burdadır, bilirsiniz 5 burdadır. Onda 3 burdadır. Bəs tangens alfa, çünki buranı alfa demisən də, deməli tangens alfanı tapırsan bu dəfə. O da olur 4/3. Və bu mənfi bilirik ki, qarşıya çıxdığından elə bunun da cavabı olacaq mənfi. Yəni A bəndi. 139. Burada da uşaqlar, yenə də bu arc kosinus -3/1-ə bir alfa desək, onda kosinus alfa olur -3/1. Üçbucaqda qeyd eləyək. Onda 1 buradır, daha doğrusu qarşı katet deyil, bitişik katet. 1 buradır, 3 hipotenuzdur. Onda bura olur 2 kök altında 2. Düzdür? Bəs sinus nə olur? Bu deyəsən bayaqki sualın eynisidir. Bəs sinus alfa nə olur uşaqlar? 2 kök altında 2 böl 3 olmuş olur C variantı. Hə, eynisidir deyəsən. Nəysə, eyb yox. 140-a baxırıq uşaqlar. 140-da da birinci arcsinus 5/3-ü alfa işarə eləsək, onda sinus alfa 5/3 olmuş olur. Və üçbucağa görə, uşaqlar, üçbucağa görə alfadırsa 3 qarşı katetdir, 5 hipotenuzdur, onda 4 bitişik katetdir. İndi burada fikir ver ki, 2-də 1-dir, ha. Yəni tangens bu alfadırsa, 2-də 1 alfa nə deməkdir uşaqlar? Alfa böl 2 deməkdir. Bax, onu unutmayaq. Biz tangens alfa böl 2-nin düsturunu yazıb sonra buradan hesablayacağıq. O da, deməli, kök altında 1 çıx kosinus alfanın özü. 1 üstə gəl kosinus alfanın özü. İndi gəl baxaq. Burada əlbəttə ki, müsbət mənfimiz də var. Rübə, hansı rübə düşdüyündən asılı olaraq. Deməli, əlbəttə ki, burada sinusumuz müsbətdirsə, tangensimiz də müsbət çox böyük ehtimal olacaq. Cavablarımız da özünüz bilirsiniz ki, elə müsbət formada verilib. Deməli, 1 çıx kosinus alfanı üçbucağa görə alsaq, bitişik katet böl hipotenuzdur. Onda burada da 1 üstə gəl, bitişik katet böl hipotenuzdur. Kök altında yuxarısı eləyir 5-də 1, aşağısı eləyir 5-də 9. İxtisar gedir, qalır kök altında 9-da 1. O da eləyir uşaqlar 3-də D variantı. %41-ə baxaq uşaqlar. Yenə də hesablamaq lazımdır. Burada kök altında 3 bölü 2 arkosinusda bilirik neçədə alır? Pi bölü 6-da alır. Deməli, sinus pi bölü 6-nı istəyir bizdən. O da 2-də 1-dir. 142-yə baxaq. Deməli, verilmiş funksiyanın qiymətlər oblasına daxil olan ən böyük və ən kiçik tam ədədlərin hasilini tapın. Belə misal qabaqda da var idi. Neynəmişdik? Bax, 2 dənə sinus kvadratı var, 6 dənə kosinus kvadratı var. Belə olanda yadınızda saxlayın. Balaca qədər buradan ayırın. Yəni 2 dənəsini ayrı yazın, 4 dənəsini ayrı yazın. Niyə? Gəl baxaq. 2 sinus kvadratı x üstə gəl 2 kosinus kvadratı x və arxasında da 4 kosinus kvadratı x var. Düzdür? Bu ikisindən 2-ni ortaq vurub çıxartsan, sinus kvadratı x üstə gəl kosinus kvadratı x qalır, üstə gəl 4 kosinus kvadratı x. Burası mənə 1 verir, 1 2-yə vuranda 2 eləyir. Bax, görürsünüz, buna görə deyirdim. Üstə gəl 4 kosinus kvadratı x. Kosinus kvadratı olanda bunun ən kiçik qiyməti 0-dır, ən böyük qiyməti 1-dir. Mənə də deyir ki, ən kiçik ilə ən böyüyün hasillərini tap. Yəni, bir dəfə mən kosinus kvadratına 0 kimi qiymət qoyacağam, hesablayacağam. Onda olacaq 2 üstə gəl 4 vur 0, elə 2 eləyir. Bir dəfə də 1 ilə qiymət qoyacağam. Olacaq 2 üstə gəl 4 vur 1, eləyir 6. Deməli, ən kiçik 2, ən böyüyü 6 hasilini istəyir. Cavab 12. 143-ə baxaq. Burada da uşaqlar, neynəyərsən? Bax, 1 ilə kosinus kvadratını qruplaşdıracağım. Yəni, 1 çıx kosinus kvadratını yan-yana yazacağım ki, sizə daha aydın olsun. Böl 20 sinus kvadratı
alfa. Bu mənə verir sinus kvadratı alfa. Yuxarıda onda eləyir 2 dənə sinus kvadratı alfa böl 20 dənə sinus kvadratı alfa. Sinus kvadratı alfalar gedir. 20 ilə də 2 ixtisar gedir. Qalır 10^1, yəni 0,1. 144-ə baxaq. Deyir ki, alfa bərabərdir 45 dərəcə olarsa bunları sadələşdirin. Nə deyir? İfadənin qiymətini tapın. Bunun üçün uşaqlar 45-i bir-bir alfalara yerinə qoysaq, onda qeyd ki, buradakı A daha alfa deyil, amma bu qarşıdakı A da alfa deyil. Yəni ora 45 qoymayacaqsan. 45-ləri ancaq buradakı bucaq hissələrinə qoyacaqsan. Onda bu 7 alfanı hesablasan, yəni 7 vur 45-dir də, o da eləyir 315 dərəcə. Belə çıxır ki, kosinus 315 dərəcə. Yəni kosinus 7A, bunu sonra yazaram yaxşı. Onda 5 alfanı hesablasan, yəni 5 vur 45-i hesablayaq. Bu eləyir 225 dərəcə. Bir də bizdə 3 alfa var. Yəni o da eləyir 135 dərəcə. İndi misalımızı yazsaq, misalımız nə hala düşdü? Baxın. Kosinus 315 üstəgəl A vuraq kosinus 225 üstəgəl kosinus 135 aşağı düşürük. Yenə sinus 315 A vurulsun sinus 225 üstəgəl sinus 135. Bunları çevirmə düsturlarına görə yazaq. Çevirmə düsturlarına görə kosinus 315 uşaqlar. Bunu 360 ilə çıxanda 360-dan 45 çıxmış yazırıq. O da 4-cü rübə düşdüyündən kosinus müsbətdir. Deməli, kosinus 315 kosinus 45 deməkmiş. Üstəgəl kosinus 225-i 180 plus 45 kimi yazsaq, 180-ə görə yenə adını dəyişməyəcək. Olacaq kosinus 45. Lakin ikinci rübün bucağı olduğundan biz mənfi yazırıq bura. Bu da ikinci rübün bucağıdır. Ona görə birbaşa bura mənfi yazacağım. Bu da 180 çıx 45 deməkdir. Adını dəyişmir. Qalır kosinus 45. İndi baxın uşaqlar. Buradakı kosinus 45-lər zaten bir-birini aparır. Düzdür? İndi sinusları da eynən çevirmələr eləsək, burada da sinus 45, lakin 315 4-cü rübün bucağıdır. Yəni ona görə burada mənfi olur. Sonra 225 də 3-cü rübün bucağı olduğundan burada çıx A sinus 45 olur. Bu isə ikinci rübün bucağı olduğundan artıq burada üstəgəl 45 olur. Amma yenə də sinus 45-lər bir-birini aparır. Mənfi A-lar bir-birini aparır. Kosinus 45 ilə də sinus 45-in cavabları eyni olduğundan nisbətləri nə edir? 1 edir. %45-ə baxırıq. Deməli, burada uşaqlar görürük ki, düsturdur. Bir sinus, bir kosinus olanda biz bilirik ki, sinus yazırıq. İçəridə isə üstəgəl olduğunda biz də həmən bucaqları üstə gəlirik. Aşağıda da bu ikiliyin qarşısında bir dənə 2 olsaydı, düstura bağlayardım. Yoxdur, mən də bunu 2/2 kimi qeyd edirəm ki, uşaqlar, bu 2 və bu 3, ümumiyyətlə də bu 3 dənəni birlikdə düstura bağlasam, necə idi? Sinus 30 dərəcə eləyirdi də 15-i 2-yə vururdum, düzdür? İndi nə alındı? Burada düsturun 2/1 var, yəni misalın 2/1 var. Mən bir də burada böl 2 yazdığıma görə, onda burada nə əmələ gəldi uşaqlar? 4/1 əmələ gəldi. İndi gəl baxaq. Burası eləyir sinus 90 böl sinus 30, burada da 4/1. Sinus 90 zaten 1'dir. Sinus 30 2/1'dir. Onda burası elədir 8/1. Yəni belə bir şey alındı. Baxın. Bu da 8 yuxarı qalxır. Eləyir 8. 146-ya baxaq. X pi böl 8'dir deyir. Aparaq yerlərinə qoyaq. Sinus 4 vur pi böl 8. Çıxılsın kosinus 4 vur pi böl 8 vurulsun tangens 2 vur pi böl 8. İxtisar getdi, qaldı sinus pi böl 2, kosinus pi böl 2 burada vurdu. Vurulsun tangens pi böl 4.
Bu 90 deməkdir. 90-da cavab 1. Bu 90 deməkdir. Cavabı 0. Bu 45 deməkdir. Cavabı 1. Zaten 0-ı 1-ə vuranda 0 eləyir. Ümumi cavabımız qalır 1. 147-yə baxaq. Deməli, gəlin birinci ortaq məxrəcə gətirək. Sinus 2x vur kosinus 2x. Onda bura kosinus 2x-a vurulur, bura sinus 2x-a vurulur. Olur. Sinus 10x, sinus 2x çıxılsın. Kosinus 10x, sinus 2x. Mən buranı düz yazmadım uşaqlar. Bu kosinusa vurulmalıydı. Burada kosinus yazmışam. Kosinus 2x. Yuxarısı mənə düsturu xatırladır. Biri sinus, biri kosinus olanda sinus yazırdıq. İçəridə də bu bucaqları çıxırdıq, çünki çıxmadı. Onda elə birbaşa yazım. Neçə x qalır? 8x qalır da yuxarıda. Aşağıda da dedik ki, belə bir şey görəndə qabağına bir dənə tez 2 at, onda sürətə də 2 at. Çünki həm məxrəci vurursansa, sürəti də vurmalısan. Onda qabaqda 2 yarandı. Aşağıda da bu üçlük sinus bucağı 2-yə vuracam da 4x verəcək mənə. İndi bax. Uşaqlar, sinus 8x-i mən 2 vur 4x kimi yazsam, sinus 2 alfa kimi açanda necə olur? Bu 2 qarşıya gəlir. Düzdür. Olur 4. Sinus 4x, kosinus 4x. Aşağıda da sinus 4x var. Deməli, sinuslar getdi, qaldı 4 kosinus 4x bərabərdir. 4 vurulsun kosinus. Deməli, 4-ü də 75-ə vuranda eləyir 300. Kosinus 300 də, uşaqlar, kosinus 360 çıx 60 deməkdir. 360-a görə ad da dəyişmir, qalır kosinus 60. Kosinus 60 2-də 1 alır, o da eləyir cavab 2. %148. Funksiyanın qiymətlər oblasına daxil olan ən kiçik tam ədədi göstərin. Baxın uşaqlar. Mən bu üçlüyü görəndə, qabaqda 2 görəndə tez düstura bağlayıram. Onda mən bunu 2 vur 2 kimi yazıram. Və bu üçlüyü nə deyirəm uşaqlar? Qabaqdakı 2, bu 2 qaldı. Bu 2 getdi düstura, oldu sinus 2x. Üstə gəl 5. Sinus 2x-in qiymətlər çoxluğu -1, 1-dir. Və ən kiçik tam ədədi istədiyinə görə biz burada -1-i istifadə eləsək, onda olur 2 vur -1, üstə gəl 5. O da eləyir nə uşaqlar? 3. 149-a baxaq. Sinus 18-i A verib, məndən sinus kvadratı 24 çıx sinus kvadratı 6 ifadəsinin aşağıdakıların hansına bərabər ola bilər? Bunu qabaqda vermişdi, elə bilirsən. Deməli, biz bunu necə yazarıq? Sinus 24 bir dəfə çıx sinus 6. Bir dəfə sinus 24 üstə gəl sinus 6 kimi yazarıq. Burada fərqi hasilə çevirəndə, uşaqlar, qabaqda 2, bir dəfə sinus bu bucaqların fərqinin yarısı eləyir 9. Bir dəfə də cəminin yarısı, amma kosinusla olur artıq. Bu da eləyir 15. Vurulsun, indi burada yazıram. 2, bir dəfə sinus, bu cəmdirsə cəminin yarısı, yəni 15. Amma kosinus yazsaq fərqinin yarısı, o da olur 9. Düzdür? İndi burada nə edirik? Bəli, bu misalın eynisi qabaqda əslində var idi. Təkrar yazdım. Bax, bu 2-ni, bu sinus 9-u, bir də bu kosinus 9-u seçsək, 3-ü bir yerdə sinus 2 qat bucaq, yəni 18 eləyir. Eynən, bax, bu 2-ni, bu kosinus 30-u, bu sinus 30-u seçsək, bu da sinus 30 eləyir. Düzdür? Bərabərdir. Sinus 18-i mənə A veriblər. Sinus 30 da 2-də 1-dir də. Oldu 2-də 1 A. %150-yə baxırıq. Uşaqlar, 150-də
tez burada biz nə deyirik? Qabaqda nə çatışmır? Bəli, 2 çatışmır. Buranı 2-yə vurdunsa gələk məxrəci də 2-yə vurasan. Onda sürətdə sinusun 2 qat bucağıdır. Yəni olur sinus 150 dərəcə. Aşağıda nə edək? 2 qalsın. Bunu da bir dəfə kosinus kvadratı, çünki üstü 4 daxı 75 çıx sinus kvadratı 75. Bir dəfə də kosinus kvadratı 75 üstə gəl sinus kvadratı 75 yazaq. Sinus 150 çevirməyə görə sinus 30-dur. Çünki sən bunu 180 çıx 30 kimi yazarsan, 180-ə görə də adı dəyişməyəcək. Düzdür? Deməli, sinus 150 ümumiyyətlə əzbərə yadınızda saxlayın da. Daha çünki bu qədər çox işləmisiniz, sən artıq o qədər işləməkdən əzbərləmiş olursan ki, sinus 150, sinus 30-dur da. Bunu hamı bilir. Məsələn, sinus 120, sinus 60-dır. Amma kosinusdan yazmaq istəsənsə, kosinus 30-dur. Belə də yəni. Hə, burada da bunun cavabını 1 eləyir, biz bilirik. Bu da düsturdur. Kosinus kvadratı alfa çıxaq, sinus kvadratı alfa, kosinus 2 qat bucaq. Bu da eləyir 150. Biz də dedik ki, 150 ilə olanların çevirməyə görə cavabı 30-dur. Yəni, bu kosinus 30-dur. Lakin 150 ikinci rübün bucağı olduğundan mənfisini də unutmuruq. Sinus 30, kosinus 30 uşaqlar bizə verəcək tangens 30 ya da ayrı-ayrı da qoyub hesablaya bilərsən. Bir də qabaqda mənfi var, bir də məxrəcdə 2 olduğuna görə qabaqda da 2-də 1 var. Və salam, mənfi 1 böl, tangens 30 1 böl kökdə 3-dür. Onda olur 1 böl 2 kökdə 3. Belə. 151-ə baxaq. Burada da uşaqlar, birinci bunları çevirək. Necə çevirək? Sinus 195, sinus 180 üstəgəl 15 deməkdir. Kosinus da həmçinin. Düzdür? Və 180-dən adını dəyişmir. Lakin 3-cü rübün bucağı olacaq mənfi. Mənfini qabaqda yazaq. Belə. Sinus 15 dərəcə deməkdir. Bu da 3-cü rüb olduğuna görə çıx 1 böl kosinus 15 deməkdir. Ortaq məxrəc bunların hasili olacaq, uşaqlar. Onda burada olacaq mənfi kosinus 15 çıx sinus 15, düzdür? Aşağısı düsturdur, 2-yə vuracaq. Yuxarını da, aşağını da. Və yuxarıdan mənfini çıxardaq. Qalacaq kosinus 15, üstəgəl sinus 15. Gəlin sinusu da kosinusla yazsaq. Sinus 15 90-a tamamlasaq kosinus 75 deməkdir. 90-a tamamlayanda bilirsiniz axı. Bu da üstəgəl olacaq. Bilirsiniz axı 90-dan çıxırıq yazırıq. Burada da bu üçlük mənə verəcək sinus 30 dərəcəni. Aha. Sinus 30 dərəcə 2-də 1-dir. 2-də 1 də qalxacaq yuxarı. Olacaq mənfi 4. Məxrəc artıq qalmayacaq, yazmıram. Və buradakı cəmi hasilə çevirəndə qarşıda 2 yazırdıq. Bir dəfə kosinus bu bucaqların cəminin yarısı. Bir dəfə də kosinus bu bucaqların fərqinin yarısı, yəni 30 eləyir. Onda uşaqlar, deməli bu eləyir mənfi 8. Bu eləyir kök altında 2 böl 2. Bu eləyir kök altında 3 böl 2. Bu 2 4 eləyir, 8 ilə ixtisar gedir, qalır mənfi 2. Bunlar da bir-birinə vurulur, olur kök altında 6. %152-yə baxaq. Kosinus 200. Deməli uşaqlar, kosinus 200-ü mən 180 plus 20 yaza bilərəm. Üstəgəl kosinus 40 var. Üstəgəl kosinus 80 var. 180-ə görə bunun adı dəyişmir. Lakin 3-cü rüb olduğuna görə mənfi kosinus 20 edir. Düzdür? Üstəgəl kosinus 40-la kosinus 80 də hələ ki qalsın. Sonra nə edirəm? Bu ikisini, deməli mənfi kosinus 20 qalsın yerində. Bu ikisini cəmin hasilə çevirmə düsturundan istifadə edib yazmaq istəyirəm. Burada olacaq 2 kosinus, bir dəfə bunların cəminin yarısı, yəni 60, bir dəfə də fərqinin yarısı, yəni 20. Uşaqlar, kosinus 60 2-də 1-dir. Bu ikilər ixtisar gedir. Qalır nə? Mənfi kosinus 20 üstəgəl kosinus 20 aldıq. Düzdür, bunlar ixtisar getdi də. Qaldı nə? 0. 153-ə baxaq. Deməli uşaqlar, burada biz bunu bir alfa kimi işarə eləyək.
Onda nə əmələ gəlir? Kosinus pi bölü 3 üstəgəl alfa əmələ gəlir. Düzdür? İndi mən bunu düstura görə açıram. Bu necə olur? Kosinus pi bölü 3 kosinus alfa çıx sinus pi bölü 3 sinus alfa. Aha. Və alfanı yerinə yazıram. Onda olur kosinus pi bölü 3 kosinus ark kosinus 5'də 3 düzdür. Çıxılsın sinus pi bölü 3 sinus ark kosinus 5'də 3. Baxın. Arkalarda belə bir gözəl düstur var. Kosinus bir-birini aparır, qalır 5'də 3. Deməli, bunun da cavabı bu axı 60 dərəcə deməkdir. Bunun da cavabı eləyir 2'də 1. Onu da 2'də 1 vur 5'də 3. Çıxılsın. Bu 60 dərəcədir. Bunun cavabı kök altında 3 bölü 2'dir. Sinus ark kosinus olanda dediği düsturumuz 1 çıx x kvadratıdır. Yəni 1 çıx 5'də 3'ün kvadratı. Yəni 1 çıx 25'də 9. O eləyir 25'də 16. Oradan da çıxır uşaqlar. 5'də 4. Burası eləyir 10'da 3 çıxılsın 10'da 4 kökdə 3. Bunu da ortaq məxrəc kimi belə yaza bilərik. Vəssalam. %154 funksiyanın ən kiçik müsbət dövrünü tap. Uşaqlar, dövr tapanda biz 2 pi böl k düsturundan istifadə edirik. K da x-in əmsalıdır. 2 pi böl 4. O da eləyir elə pi böl 2. 155. Bilirik ki, kosinus cüt funksiya olduğundan bu müsbət 15'dir. Bunu da uşaqlar 90 üstə gəl 15 kimi yaza bilərsən. Bax, kosinus 90 üstə gəl 15 yazıram. Çıx. Kosinus dedik ki, içəridəki mənfi itir. İndi 90'a görə adı dəyişir. Sinus 15 olur. Çıx. Kosinus 15'i də lap sinusla yazsaq, sinus 75'dir də. Fərqin hasilinə çevirəndə 2 bir dəfə sinus 15 çıx 75 bölü 2, bir dəfə kosinus 15 üstə gəl 75 bölü 2 olur. Deməli, bu mənfi edir. Ona görə mənfi 2 sinus 30 kosinus 45. Düzdür? İndi bir dənə baxım. Bir də baxım. Deməli, kosinus 105'in yerinə yazdıq. Mənfi deməli, bu mənfi sinus 15 olmalıydı. Çünki kosinus 105 ikinci rübdür. Bu 1. Çıxılsın kosinus 15, onun yerinə də sinus 75 yazdıq. Bu da 2. Onda yox. Bir dəqiqə. Buradan uşaqlar mənfiləri çıxartsaq, burada biz bayaq fərqin düsturunu yazdıq. İndi isə cəmin düsturu ilə getməliyik. Ona görə olur mənfi 2 sinus 15'də gəl 75 bölü 2, yəni 45. Kosinus bunların fərqinin yarısı, yəni 30. Bu eləyir kök altında 2 bölü 2, bu eləyir kök altında 3 bölü 2. Qabaqda da 2 var. 2'lər gedir, qalır mənfi kök altında 6 böl 2. İndi düzdür. 156'ya baxaq. İfadəsi neçə fərqli tam qiymət ala bilər? Aha. Deməli uşaqlar, baxın. 3 çıxılsın 4. Burada biz bunu mənfi 1-1 aralığı kimi baxsaq, deməli 3 çıxılsın. Mənfi 4-4 aralığı. Bu da nə deməkdir? Bir dəfə 3-dən 4'ü çıxıram. Mənfi 1. Bir dəfə də mənfi 4'ü çıxanda 7. Düzdür? Mənfi 1 ilə 7 arasında neçə qiymət var? 9 qiymət var. 157. 157'də ortaq məxrəcə gətirək. Sinus 10, kosinus 10. Onda bura kosinus 10'dur. Bura sinus 10'a vurulacaq. Olacaq. Kosinus 10 çıx. Kök altında 3 sinus 10. Düzdür?
Və biz belə tipli misal görəndə nə dedik? Dedik ki, 2-yə və 2də 1-lərə vuracağıq. Bax, belə bu şəkildə yazırsınız uşaqlar. Niyə? Çünki bu 2də 1-i, bax, bu 2də 1-in əvəzinə mən yaza bilərəm sinus 30. Burada da kosinus 10 var. Məqsəd odur. Kök altının üst bölgünün yerinə də kosinus 30 yazaram. Burada da sinus 10 var. Böl sinus 10, kosinus 10. Düzdür? Bu yuxarı mənə sinusun düsturudur. Bucaqların fərqidir. Olacaq 20. Burada da sürəti məxrəci uşaqlar 2-yə vursaq, bu üçlük. Burada da 2-yə vuraq onda. Bu üçlük mənə sinus 20-ni vermir. 2 qat bucağa görə. Bəli. Cavabımız nə eləyəcək onda? 4. %158 uşaqlar. Tangensin bucaqların fərqi düsturudur. Yəni sadəcə 45/15. Tangens 30. O da eləyir kök altına 3/3. Uşaqlar 159-dan eləyəcəyik. Baxın, yəqin ki hamınız bu üçlüyün bir düstur olduğunu görürsünüz. Necə düsturdur uşaqlar? 3 sinus x üstəgəl 4 kosinus x kvadratı düsturudur da. Üstəgəl burada da 12'miz var. Düzdür? Bu cür misallarda, yəni A sinus x üstəgəl B kosinus x tipli misallarda ən böyük qiymətimiz mənfi kök altında a kvadrat üstəgəl b kvadratı ilə kök altında a kvadrat üstəgəl b kvadratı deyildi. Yadınıza salın. Bəli. Onda bunun kök altı kvadratlarının cəmi 5 eləyir. Deməli, uşaqlar, burada mənfi 5, 5 arası qiymətlər alacaq. İndi bir dəfə biz sadəcə kvadrat olduğuna görə bunun ən kiçik qiyməti olmuş olacaq əlbəttə ki 0 vəziyyətində. Çünki mənfi 5-in də kvadratı, müsbət 5-in də kvadratı yenə də eləyərdi də onda. Düzdür? Aha. Burada 0 elədiyinə görə bir dəfə 0 üstəgəl 12 ilə hesablasaq. Deməli, ən kiçik qiymətimiz 12 olmuş olacaq. Ən böyük qiymətimiz isə bunun 5 halında 25 üstəgəl 12 uşaq eləyəcək 37. Olacaq 12 və 37 arası. Lakin çox təəssüf ki, sizdə cavablarınızda 17 yazılıb. Yəqin ki, çap səhvi olduğunu nəzərə alaq. Amma burada cavabımız 12-37 arasıdır. Sonra gedək 160-a. Deməli. Deyir ki, sinus 6a-dır. Sinus kvadrat 18 çıx sinus kvadrat 18 ifadəsini a ilə ifadə edin. Mən bunu birinci sinus 18 çıx sinus 12, bir dəfə də sinus 18 üstəgəl sinus 12 kimi yazım. Bu mənə verəcək 2 sinus bir dəfə fərqin yarısı, yəni 3, kosinus cəmin yarısı, yəni 15. Vurulsun. Bu mənə verəcək 2 sinus cəmin yarısı, sonra fərqin yarısı. Birinci burada cəmdirsə, sən də birinci cəmdən başlayaqsan. Fərqin yarısı da 3'dür. Sonra burada uşaqlar 2 sinus 3 və kosinus 3'ü bu üçlüyü seçsək, düstura bağlasaq, sinus 2 qat bucaqdır, 6 dərəcə verir. Kosinus 15, bu 15'dir yarısı. Sinus 15 və bu ikini də düstura bağlasaq, bu da sinus 30'dur. Düzdür? Sinus 30 2'də 1'dir. Bunu da sənə şərtdə A veriblər. Onda olur 2'də 1 A, yəni A böl 2. Bu qədər uşaqlar.